Dostlar, salam. Bədən çox maraqlı şəkildə işləyir. Əvvəlcə sadəcə kiçik siqnallar göndərir. Bəzən yorğunluq olur, bəzən baş ağrısı. Bəzən isə insan birdən hiss edir ki, göz qapağı dayanmadan atır. Və ən maraqlısı nədir bilirsiniz? İnsanların böyük hissəsi bunu ya zarafat hesab edir, ya da müxtəlif inanclarla əlaqələndirir. Sağ göz atdısa, yaxşı xəbərdir. Sol göz atdısa, stressdənsən. Biraz yat keçər. Bəli, bəzi hallarda səbəb doğrudan da sadə olur. Amma problem ondadır ki, bədən bəzən yorğunluğu, stresi və sinir sisteminin yükləndiyini məhz belə göstərir. Və insanların çoxu siqnalları yalnız problem böyüyəndə ciddiyə almağa başlayır. Mən həkim kimi çox maraqlı bir şey müşahidə etmişəm. İnsan sinə ağrısını ciddi qəbul edir, nəfəs darlığını ciddi qəbul edir. Amma göz qapağının günlərlə atmasını çox vaxt əhəmiyyətsiz hesab edir. Halbuki sinir sistemi çox vaxt ilk xəbərdarlığı məhz xırda dəyişikliklərlə verir. Və bəzi hallarda insanlar aylarla eyni siqnalla gəzir. Bugün çox vacib bir mövzudan danışacağıq. Göz qapağının atması nə deməkdir? Nə vaxt sadə yorğunluqdur? Nə vaxt stress siqnalıdır? Və hansı hallarda artıq həkimə müraciət etmək lazımdır? Bu videodan sonra siz ayıra biləcəksiniz. Hansı atma daha çox yorğunluğa bənzəyir? Hansı hallarda yuxusuzluq və ekran yorğunluğu rol oynaya bilər? Və hansı siqnallar artıq sadə göz yorğunluğu kimi görünmür? Mən doktor Azərəm. Gəlin başlayaq. Əvvəlcə bir şey anlayaq. Göz qapağının atması nədir? Tibbi dildə buna miokimiya deyilir. Sadə dillə desək, göz qapağındakı xırda əzələlər siz istəmədən yığılmağa başlayır. Ən çox aşağı göz qapağında hiss olunur. Bəzən insan sadəcə yüngül titrəmə hiss edir. Bəzən isə elə olur ki, sanki gözün altında damar oynayır. Maraqlı detal budur ki, bir çox hallarda bunu insan özü daha çox hiss edir. Ətrafdakılar isə o qədər də görmür. Və burada çox vacib cümlə var. Hər göz qapağı atması təhlükəli deyil. Əksinə, halların böyük hissəsində səbəb sadə və keçicidir. Amma əsas məsələ atmanın necə, nə qədər və hansı vəziyyətdə ortaya çıxmasıdır. Məhz bu detal fərqi göstərir. Ən çox rast gəlinən səbəb – yorğunluq və yuxusuzluq. Bu bir nömrəli səbəbdir. Xüsusilə son illərdə. Çünki insanlar az yatır, çox ekran qarşısında qalır və beyin demək olar ki, gün ərzində fasiləsiz işləyir. Sinir sistemi isə bunu hiss edir. Göz ətrafındakı əzələlər çox həssasdır. Bədən yorulanda həmin əzələlərdə xırda, qeyri-iradi yığılmalar başlaya bilər. Mən bunu xüsusilə imtahan dövründə olan tələbələrdə çox görürəm. İnsan gecə 2-3-ə qədər oyaq qalır. Telefon, kompüter, stres, kofe. Sonra səhər oyanır və hiss edir ki, göz qapağı dayanmadan atır. Bədən əslində deyir, mən artıq yorulmuşam. Və burada çox vacib detal var. Əgər problem istirahətdən sonra azalırsa, bu daha çox funksional yüklənməyə uyğun görünür. Amma bəzi insanlar burada böyük səhv edir. Bədən aylarla eyni siqnalı verir. İnsan isə sadəcə kofe içib davam edir. Stres göz qapağına necə təsir edir? Bu hissə çox vacibdir. Çünki bir çox insan düşünür ki, stres yalnız psixoloji hissdir. Halbuki stres fiziki dəyişiklik yaradır. Bədən gərgin vəziyyətə keçir. Adrenalin artır. Əzələlər daha həssas olur. Sinir sistemi daim hazır ol vəziyyətində işləyir. Nəticədə bədəndə xırda spazmlar başlaya bilər. Bəzilərində çiyin sıxılır, bəzilərində boyun ağrıyır. Bəzilərində isə göz qapağı atmağa başlayır. Və maraqlısı budur ki, bəzi insanlar bunu ən çox axşam hiss edir. Çünki gün ərzində beyin başqa şeylərlə məşğul olur. Sakitlikdə isə insan bədən siqnallarını daha çox hiss etməyə başlayır. Sonra nə baş verir? İnsan internetdə axtarır, oxuyur, qorxur. Stres daha da artır və nəticədə atma daha da güclənir. Bu artıq bir dövrəyə çevrilə bilər. Kafein və enerji içkiləri. Bu hissəni xüsusilə diqqətlə dinləyin. Çünki bir çox insan bunu özündə hiss etmir. Qəhvə, enerji içkiləri və yüksək kafein sinir sistemini həddindən artıq stimullaşdıra bilər. Bədən sanki sürətləndirilmiş rejimə keçir. Ürək daha sürətli döyünür.
Sinirlər daha həssas olur. Əzələlərdə xırda titrəmələr yarana bilər. Və göz qapağı həmin həssas bölgələrdən biridir. Mən xüsusilə gündə çox qəhvə içən insanlarda bunu tez-tez görürəm. İnsan deyir, doktor, səhərdən axşama qədər 3-4 kofe içirəm. Sonra əlavə enerji içkisi. Üstəlik yuxusuzluq. Sinir sistemi artıq normal istirahət edə bilmir və bədən bunu xırda siqnallarla göstərir. Bəzən sadəcə kofeini azaltmaq belə problemi ciddi şəkildə azalda bilir. Müasir dövrün böyük problemlərindən biri – ekran yorğunluğu. Bu artıq demək olar ki, hər yaşda görünür. Telefon, planşet, kompüter, televizor. Göz gün ərzində fasiləsiz fokuslanmağa məcbur olur. Xüsusilə yaxın məsafəyə uzun baxış göz əzəllərini ciddi yorur. Bir çox insan gözünü normal qırpmır belə. Nəticədə nə baş verir? Göz quruyur, əzəllər yorulur, sinir ucları daha həssas olur və göz qapağı atmağa başlayır. Maraqlı detal budur ki, bəzi insanlar bunu yalnız bir gözdə hiss edir. Çünki dominant tərəf daha çox yüklənə bilər. Ən təhlükəli tərəfi isə budur. İnsan bunu yorğunluq kimi qəbul etmir. Halbuki göz əzəlləri saatlarla fasiləsiz işləyir. Quru göz sindromu. Bu səbəb çox vaxt göz ardı edilir. Amma çox yayılmışdı. Normalda göz səthi daim nazik yaş təbəqəsi ilə qorunur. Əgər bu qorunma azalırsa, göz daha həssas olur. Xüsusilə kondisionerli mühit, uzun ekran istifadəsi, az su içmək, bəzi dərmanlar və yaş artması quru göz riskini artırır. İnsan nə hiss edir? Yanma, quruluq, batma hissi. Bəzən də göz qapağında atma. Çünki qıcıqlanan sinir ucları əzəllərə daha çox siqnal göndərir. Maqnezium mövzusu. Bu barədə çox danışılır və müəyyən qədər doğrudur. Maqnezium sinir və əzələ fəaliyyəti üçün vacib mineraldır. Əgər orqanizmdə azalma varsa, əzəllər daha həssas işləyə bilər. Nəticədə ayaq spazmları, əzələ dartılması və bəzən göz qapağı artması yarana bilər. Amma burada çox vacib detal var. Hər göz atması maqnezium çatışmazlığı demək deyil. Bu çox yayılmış yanlış fikirdir. Bəzi insanlar analiz etmədən yüksək dozalar qəbul etməyə başlayır. Halbuki səbəb sadəcə yuxusuzluq, stres və ya ekran yorğunluğu ola bilər. Yəni maqnezium mümkündür, amma hər şeyi onunla izah etmək düzgün deyil. Allergiya və göz qapağı atması. Bu hissə də maraqlıdır. Allergiyası olan insanlar tez-tez gözlərini ovuşdurur. Qaşınma olur, sulama olur, qızartı olur və göz ətrafındakı toxumalar daim qıcıqlanır. Bu qıcıqlanma sinir uclarını daha həssas edir. Nəticədə göz qapağında xırda spazmlar yarana bilər. Xüsusilə yaz aylarında və tozlu mühitlərdə bu daha çox hiss olunur. Bəs nə vaxt artıq diqqətli olmaq lazımdır? Bu hissəni diqqətlə dinləyin. Çünki əsas fərq burada başlayır. Əgər göz qapağı atması 2 həftədən çox davam edirsə, getdikcə artırsa, gözün tam bağlanmasına səbəb olursa, üzün başqa hissələrinə yayılırsa və ya yanında başqa nevroloji əlamətlər varsa, artıq həkim qiymətləndirməsi lazımdır. Məsələn, üzdə zəiflik, nitqdə dəyişiklik, görmədə problem, baş gicəllənmə, tarazlıq pozuntusu. Bu artıq sadə yorğunluq kimi görünmür və insanların çoxu məhz burada gecikir. Çünki aylarla özlərinə deyirlər, keçər. Blefaraspazm nədir? Bu daha nadir vəziyyətdir. Burada artıq göz qapağı spazmı çox güclü olur. İnsan gözünü açmaqda çətinlik çəkə bilər. Bu artıq nevroloji qiymətləndirmə tələb edir. Yəni əsas qayda budur. Sadə, qısa və keçici atma başqa şeydir. Güclü, davamlı və yayılan spazm başqa. Başqa vacib detal. Atma günün hansı vaxtında artır? Bu çox vacib ipucudur. Əgər axşama doğru artırsa, bu daha çox yorğunluq və göz yüklənməsinə uyğun görünə bilər. Amma davamlı və dəyişməyən spazmlar başqa səbəbləri düşündürə bilər. Məhz buna görə həkimlər yalnız atma var cümləsinə baxmırlar. Nə vaxt başlayır? Nə qədər davam edir? Nə ilə artır? Başqa simptom varmı? Bütün bunlar vacibdir. Evdə nə kömək edə bilər? 1. Yuxu rejimini düzəltmək. Sinir sistemi normal yuxunu çox sevir. 2. Ekran fasilələri. Burada çox sadə qayda var. Hər 20 dəqiqədən bir, 20 saniyə uzağa baxmaq. Bu göz əzəllərini rahatlaşdırır. 3. Kofeini azaltmaq.
xüsusilə enerji içkilərini. 4-cü, kifayət qədər su içmək. Çünki susuzluq da yorğunluğu artırır. 5-ci, stresi azaltmaq. Bəzən sadə nəfəs məşqləri belə ciddi fərq yarada bilir. 6-cı, isti kompres. Yüngül isti dəsmal bəzi insanlarda spazmı azalda bilər. Ən çox yayılmış miflər. 1-ci mif, göz atırsa mütləq ciddi xəstəlikdir. Xeyr, əksər hallarda səbəb sadədir. 2-ci mif, maqnezium içdim, keçmədisə təhlükəlidir. Bu da doğru deyil. Çünki səbəb tam başqa ola bilər. 3-cü mif, yalnız yaşlılarda olur. Xeyr, stres və ekran istifadəsi səbəbindən gənclərdə də çox yayılıb. 4-cü mif, öz-özünə keçər, heç baxmağa ehtiyac yoxdur. Bəzən keçir, amma uzun zaman davam edən və yayılan spazmlar qiymətləndirilməlidir. Ən vacib nəticə. Bir şey unutmayın, bədən çox nadir hallarda səbəbsiz siqnal verir. Göz qapağının atması əksər hallarda yorğunluq, stres, kafein və göz yüklənməsi ilə bağlı olur. Amma problem davam edirsə, artırsa və başqa əlamətlərlə birlikdədirsə, bunu sadəcə görməzdən gəlmək düzgün deyil. Ən təhlükəli cümlə yenə budur. Keçər. Bəzən keçir, amma bəzən bədən sizə aylarla əvvəl xəbərdarlıq edir. Sadəcə onu düzgün dinləmək lazımdır. Mən doktor Azərəm. Növbəti videoda çox vacib bir mövzudan danışacağıq. Ən çox göz ardı edilən şəkər simptomları. Və maraqlısı budur ki, insanların böyük hissəsi həmin simptomları xəstəlik yox, sadəcə yorğunluq hesab edir. Halbuki, bədən aylarla əvvəl siqnallar göndərə bilər. Sadəcə insanlar onları görməzdən gəlir. Sağ olun, salamat qalın.